Salam izləyicilər, bu videoda sizə ekranda gördüyünüz praktiki çalışmanın izahını verəcəm. İlk öncə baxaq, burada yazının fontu, yəni şrifti Times New Romandır, standart ölçü isə 14 pixdir. Burada bu hissədə mouse'un sol düyməsini bir daha vuraraq vərəqə bütöv seçirik və yazının şriftini Times New Roman yazıb Enter düyməsini vururuq. Daha sonra ölçünü 14 punkt seçirik. Bu cədvəli qurmaq üçün təbii ki, bu cədvəlin birinci və sonuncu xanalarının adlarını, yəni ünvanlarını bilməliyik. Burada birinci xana məhsullar yazılan xanadır. Axırıncı xana isə 1323 manat 60 qəpik, yəni yazılan xanadır. Burada birinci xana A1 xanasıdır, yəni görürük yuxarıda A yazılıb, sol tərəfdə isə 1 yazılıb. Demək ki, bura A1 xanasıdır. Lakin burada A1 və A2 xanaları birləşdirilir. Axırıncı xana isə yuxarıdan baxırıq G yazılıb, sol tərəfdə isə 11 yazılıb. Demək ki, bu G11 xanasıdır. Elə isə A1 xanasından G11 xanasına doğru mouse'un sol düyməsini basıb saxlayıb seçirik. Daha sonra Borders, yəni qranitsə əmrinə daxil olub, buradan All Borders, bizə qranitsə əmrini icra edirik və nəticədə cədvəl formalaşır. Daha sonra burada cədvəlin başlığı 20 punktdur. Başlıqlar tən ortadadır. Bunu da nəzərə alaq və qalın formada yazılıb. Həmin formatları tətbiq edək. Başlıqları seçək. Burada 2 sətr seçməliyik və ölçünü edirik 20 punkt. Qalın edirik, tən orta edirik, yəni həm üfüqi həm şaquli mərkəz edirik. Xanalara rəng vermirik, çünki hər bir xana fərqlidir burada. İlk öncə xana birləşdirmələrini icra edək. Burada görürsünüz, burada normalda sətir xətti olmalıydı. Yoxdur, yəni xətt qırılıb. Demək ki, burada A1 və A2 xanaları birləşdirilib. Eyni zamanda burada görürsünüz xəttlər qırılıb. Demək ki, burada da xana birləşdirmə olub. Burada da 4 xana, yəni 1, 2, 3, 4. Yəni B1-dən E1-ə kimi olan xanalar seçilib birləşdirilib. Burada isə F1, F2, C1, C2, yəni burada da xana birləşdirmələri var və aşağıda da sonuncu xanadan başqa digər bütün xanalar hamısı birləşdirilib. Gəlin icra edək. A1, A2 xanalarını seçək. Burada merge, yəni abidinit əmrini icra edək. Daha sonra burada 4 xananı seçib birləşdirək. Daha sonra F1, F2 xanasını seçib birləşdirək. Daha sonra sağ aşağı küncdən mouse'un sol düyməsini basıb saxlayaraq da, yəni bu formada da eyni əməliyyatı digər xanada doldurmaq olar. Bu iki xananı seçək, xananın rəngini göy, yazı rəngini ağ rəng edək. Bura xana rəngi olacaq qırmızı, yazı rəngi ağ olacaq. Bu hissədə xana rəngi sarı olacaq. Bu hissədə isə xana rəngi açıq yaşıl olacaq. Təxmini belə bir rəng verək. Davam edək bu formada və gəlin bu sözləri, yəni başlıqları yazaq. Burada məhsullar yazaq. Sağ ox düyməsini və ya klaviaturadan tab düyməsini icra edirsiniz. Digər xanaya keçib xərit sözünü yazaq. Daha sonra burada kağız boya fırça, vergi 19% alt-alta yazılıb, gəlir mənfəət. Deməli burada yazaq gəlir, keçək mənfəət yazaq. Kağız, boya, fırça. Burada isə vergi və alt-alta yazıldığı üçün klaviaturadan alt enter düyməsini vurub mötərəzidə 19% yazıram və enter düyməsini vururam və bütün vərəqi seçib istənilən sütun arasında mouse'un sol düyməsini 2 dəfə vursam yazıya uyğun olaraq sütunun eni böyüyəcək. Burada niyə alınmadı? Çünki bunlar alt-alta yazılıb. Bunları da düzəltmək üçün əvvəlcə bu sütunu böyüdüb, daha sonra bu sütunlar arasında mouse'un sol düyməsini 2 dəfə vurursunuz və həmçinin ikinci və üçüncü sətr arasında da mouse'un sol düyməsini 2 dəfə vururuq. Nəticədə hündürlüyü də uyğun olur. Gəlin burada sözə düzəliş verək. Yanlış olur, məhsullar və həmin bu söz diagonal formada şəkildə görürsünüz, yəni diagonal formada əks olunub. Bunun üçün burada orientation əmri var. Buraya daxil olub, elə ən birinci seçimi edirik. Artıq istədiyimiz kimi əks olundu. Daha sonra rəsm əsəri, boşluq, nömrə, boşluq 1 yazaq. Yazaq rəsm əsəri, boşluq. Nömrə işarəsini yazmaq üçün klaviaturadan Shift 3 düymələrini birgə icra etmək lazımdır. Və eyni zamanda alt-alta yazmaq üçün də göstərim. Yəni xana daxilində alt-alta yazmaq üçün Alt, Enter düymələrini birgə icra edəcəksiniz. Və bu yazını yazdıqdan sonra, yəni digər xanalarda yazmayın, birbaşa mouse'un sol düyməsini basıb saxlayıb sürüşdürərək doldura bilərsiniz və aşağıda da xana birləşdirmələrini edək. Bu xanaların, yəni ən sonuncu xanadan başqa bu xanaların hamısını seçib burada merge əmri vasitəsilə birləşdiririk. Daha sonra gəlin bu rəqəmləri də yazaq. Bunları yazdıqdan sonra bu xanaları seçək və manat formatı tətbiq edək. Əgər manat formatı burada sizə əks olunmasa, accounting formata girib buradan manatı seçəcəksiniz.
Və bunları etdikdən sonra xanaya da rəng verək. Gəlin belə bir rəng seçək. Eyni zamanda görürsünüz, digər xanalarda AZN formatı verilib, yəni manat deyil. Gəlin buranı da seçib həmin rəngi tətbiq edək və bu 3 xananı birlikdə seçib buraya daxil olub. AZN burada olmadığı üçün accounting formata giririk və buradan bir qədər aşağı çəkirik və burada AZN OK, yəni valyuta formatını seçib tətbiq edirik və daha sonra burada xana rəngləri də verək. Deməli, burada xana rəngi açıq qəhvəyi rəngdir, yazı rəngi də ağ rəngdir və məlumatlar qalın yazılıb. Əgər diyez əks olunursa, bu deməkdir ki, məlumat sığışmır. Demək ki, sütun arasında sol düyməsini 2-də vurmaq lazımdır ki, məlumat əks olunsun. Bu xanaları da seçək. Buranın da rəngini bənövşəyi rəng seçək. Yazı rəngi isə sarı olacaq və yazılar qalın yazı formatında yazıldığına görə bold əmrini aktiv edirik. Və aşağı hissədə də xana rəngi olacaq yaşıl, yazı rəngi ağ və bu da qalın olacaq və digər hissələr artıq hesab əməliyyatı yerinə yetirmək lazımdır burada. Deməli, burada rəsm əsərləri qeyd olunub. Yeri gəlmişkən rəsm əsərlərinin də formatını verək. Seçək bunları, qalın edək və buradan tünd göy rəngini verək, dark blue rəngini və A və B sütunlar arasında mövzu sol düyməsini 2-də vuraq və bundan sonra burada cəmi sözünü də yazaq, caps lock düyməsini aktiv edərək və burada rəsm, yəni satılmış rəsm əsərləri qeyd olunub və burada hər bir əsər, məsələn, satış qiymətləri burada əks olunub, yəni bu bir nömrəli rəsm əsərini satıblar və 100 manat gəlir əldə ediblər və həmin bu 100 manatın 19%-ni vergi verməlidirlər. Bunu hesablamaq üçün bərabər düyməsini vururuq və 100 yazılan xananı seçirik. Ədədən faizini tapmaq üçün faiz göstərəndə də vurub 100-ə bölmək lazımdır. Faiz göstərəndə 19 olduğu üçün vururuq 19-a. Böl 100 yazırıq. Böl 100 əvəzinə eyni zamanda faiz də yaza bilərsiniz. Yəni daha az vaxt aparması üçün, yəni vaxtı qənaət eləmək üçün və enter düyməsini vurursunuz. Hətta məsləhətdir ki, bunu bir neçə dəfə hesablayın ki, yəni yadınızda qalsın, vurulsun 19 faiz işarəsi üçün klaviaturadan shift və 5 düymələrini birgə icra etmək lazımdır və daha sonra ən son nəticəni seçib xananın sağ aşağı küncündə doldurma markeri əks olunduğu halda masa sol düyməsini basıb saxlayaraq digər xanalara da bu düsturu kopyalayıb doldururuq və daha sonra gəlin mənfəəti hesablayaq. Deməli 100 manat gəlir əldə etmişik satışından və həmin bu rəsm əsərini ərsəyə gətirmək üçün kağıza, boyaya, fırçaya müəyyən xərclərimiz olub və üstəlik satışdan sonra vergi də vermişik. Bu xanaları bir-bir çıxmaq lazımdır. Yəni çıx işarəsini qoyub seçmək lazımdır və daha sonra axırda çıxma işarəsi qoymayın. Yəni və enter düyməsini vurursunuz, hesablanılır. Yenə bərabər 150 manat gəlir əldə etmişik ikinci əsərdən. 5 manat kağıza çıxılsın, 18 manat boyaya çıxılsın. Fırça 9 manat çıxılsın, 28 manat 50 qəpik də vergiyə gedib. Yəni bunlar da təbii ki, bizdən yəni getdiyinə görə bu pul, yəni zaten başda da xərci yazmışam. Yəni xərci nə olan şeydir? Yəni bizdən gedən puldur. Ona görə biz çıxma əməlindən istifadə edirik və enter düyməsini vururuq, hesablanılır. Bunu başqa cürə də həll etmək olar. Məsələn, biz riyaziyyat kursundan bilirik ki, biz bunları cəmləyib də çıxa bilərik. Yəni eyni cavab olacaq. Yəni bunları bir-bir də çıxsaq və ya bu xərcləri toplayıb da gəlirdən çıxsaq eyni cavabdır. Toplama funksiyası bizdə sum olduğuna görə sum yazırıq burada. Üzərində olan sol düyməsini 2 dəfə vururuq və daha sonra bu xanaları seçib mötərizəni bağlayıb və klaviaturadan enter düyməsini vururuq. Bir daha hesablayıram. Gəlir, çıxılsın, digərlərin cəmi. Cəm üçün sum yazırıq. Yəni rus dilində olanda, yəni proqram burada rus dilində yazacaqsınız sum sözünü, yəni bu şəkildə yazacaqsınız. Yəni göstərmək üçün yazıram. Yəni bu formada. Yəni yazacaqsınız sum. İndi bizdə ingilis dilində olduğu üçün ingilis dilində yazırıq. Davam edək və burada 4 dənə xananı seçək, yəni xaric olan xanaları və mötərizəni bağlayıb enter düyməsini vururuq və ən son nəticəni aldıqdan sonra mouse'un sol düyməsini basıb saxlayıb aşağıya doldururuq. Diyez xətası, yəni məlumat sığışmır. C və H sütunları arasında mouse'un sol düyməsini 2 dəfə vururuq və burada cəmləmək lazımdır mənfəətləri. Yəni burada hər bir rəsm əsərindən əldə olunan mənfəətlər qeyd olunur. Mən istəyirəm ki, ümumi mənfəəti tapım. Kursoru qoyuram bu xanaya, klaviaturadan alt bərabər düyməsini basıram. Görürsünüz, birbaşa sum yazılır və xanalar da seçilir. Enter düyməsini vururam, hesablayıram. Ya da ki, bu formada da yaza bilərdiniz. Bərabər sum yazıb, üzərində olan sol düyməsini 2 dəfə vurub bu xanaları seçərək yenə enter düyməsini vura bilərsiniz və bu xananı seçib
qalın edək, xananın rəngini qara edək və yazının rəngini də ağ rəng edək ki, şəkildəki kimi əks olunsun. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla da paylaşın ki, onlar da bizim video dəstəklərindən faydalanır bilsinlər. Hələlik sağ olun.